Demək olar ki, 95% qadının törətdiyi cinayət öz həyat yoldaşları tərəfindən döyülüb və təhqir edildiyinə görə baş verir. Bu hadisələri 3 böyük qrupa bölmək olar. Birinci qrup, özünü müdafiə etmək üçün həddini aşmaq. Misal üçün, Kubanda baş vermiş hadisə. 55 yaşlı qadın özünü müdafiə etmək üçün həyat yoldaşının başına dəmir parçası ilə bir neçə zərbə endirmişdi. Kişinin öldüyündən əmin olsa belə, qadın zərbələrə endirməkdə dayanmamışdı. İkinci qrup, cinayətin affekt halında törədilməsi. Affekt halı nədir? Anidən baş vermiş əsəb partlayışı. Buna anlaqsız vəziyyət də demək olar. Misal üçün, Yaroslavlda baş vermiş cinayət. Ana həyat yoldaşının dəfələrlə övladlarına və özünün döyülməsinə dözə bilməyərək, qadın mübahisə zamanı salat doğradığı əlindəki bıçaqla həyat yoldaşının boyun nahiyəsinə bir neçə zərbə endirmişdi.